Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən layiqli əməyin təmini, xüsusilə əmək müqavilələrinin qanunvericiliyə uyğun olaraq bağlanması, iş yerlərində baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və müvafiq qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə maarifləndirici tədbirlərin keçirilməsinə start verilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi və xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi Publik Hüquqi Şəxsi, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Filialı və Ucar rayon icra hakimiyyəti ilə birgə Ucar rayonunda fəaliyyət göstərən müəssisələrin rəhbər şəxsləri və işçiləri ilə görüş keçirilib. Tədbirlərdə işə götürənlərə və işçilərə əmək müqaviləsinin bağlanması əsasları və qaydası, əməyin təhlükəsizliyi və gigiyenası, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları haqqında ətraflı məlumat verilib. Əmək sahəsində ən effektiv yol cəza tədbiri deyil, məhz qabaqlayıcı maarifləndirmədir. Bu səbəbdən rayonun aparıcı işə götürənləri və işçilərlə bir araya gələrək əmək məcəlləsindəki son dəyişikliklər, əmək müqavilələrinin qanunun müstəvidə bağlanması, işçilərin əmək hüquqlarının, məzuniyyət hüquqlarının qorunması, əmək müqavilələrinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin qorunması, iş yerlərində sağlam əmək şəraitinin yaradılması, əmək mühafizəsinin təmin edilməsidir. Xüsusilə vurğulamaq istəyirəm ki, işçilərin məzuniyyət hüququ uşaq əməyinin qarşısının alınması və məcburi əməklə mübarizə bizim qətiyyətli xəttimizdir. 3 gün müddətində davam etdirilən maarifləndirici tədbir Ucar rayonunda fəaliyyət göstərən dövlət və sahibkarlıq sahəsində çalışan işə götürənləri və işçiləri əhatə edib. Dövlət Əmək Müfəttişliyi Xidməti və Ucar Mərkəzi Xəstəxanası ilə birlikdə maarifləndirici tədbir keçirilmişdir. Tədbirin məqsədi işçilərin əmək hüquqlarının bərpası, əmək hüquqlarına aid məsələlər maarifləndirici söhbətlər aparılmışdır. İşçilərin maraqlandığı sualları Əmək Mühafizəsi Xidməti tərəfindən cavablandırılmışdır. Keçirilən görüşlərdə əməyin mühafizəsi ilə bağlı qeyd edilən mövzularla bağlı məlumatlar işə götürən və işçilərə çatdırılıb. Bununla bağlı suallar cavablandırılıb. Qeyd edək ki, bu kimi maarifləndirici görüşlərin növbəti aylarda regional şöbəni əhatə edən digər rayon və şəhərlərdə keçirilməsi də nəzərdə tutulub.